Dostlar, salam aleykum. Binəqədiyə gəlmişəm. Qardaş, salam. Necəsən? Vəziyyət. Sənin qonşulardan soruşdum. Özünlə də danışmışam. Dedilər, halal adamsan. İşin nə idi sənin? Zibil fəhlə. Zibil yığırsan. 2 dənə də uşağım var. Bəli. Keçək, uşaqlar evdədir. Bəli. Bu qardaşımızın yoldaşı dünyasını dəyişib. Uşaqların özü böyüdür, anasız böyüdür. Yoldaşı dünyasını dəyişib. Bir qızı, bir oğlu var. Salam aleykum. Necəsiniz? Adın nədir? Məhəmməd, necəsən? Sən adın nədir? Mələk. Məhəmmədlə Mələk nə edirlər? Sənə kömək edirlər? Bəli. Nə iş görürlər? Elə bu da buraları elə onlar təmizdirlər, yığışdırırlar. Evi zadı onlar təmizləyir. Bəli, üçümüz qalıq. Yaxşı. Ağlama. Ürəyin nə istəsə, atan üçün, bacın üçün, özün üçün nə istəyirsən? Evin pulunu vermək. Evin pulu sənə qurbandır. Evin pulun bax. Mən gücüm nə çatır bax. Kaşlokda nə pul var sizindir. Mələk tut. Çal. Ən verirsən, tut bunu. Bu da sənin. Başqa ürəyiniz nə istəyir? Mən bir dənə yesibət istəyirəm. Bir dənə velosiped. Qız da çox qürurlu qızdır. Vallahi mən istəyərəm ki, sizi çəkmək, belə göstərmək. Sadəcə müraciəti siz elədiniz. Allah razı olsun. Mən gücüm nəyə çatdı? 150 manata verdim. Allah razı olsun. Gərək onlar da oradan görərlər, göndərərlər də. Başa bilərlər ki, həqiqətən də bir ata anasız 2 uşağa baxır. Ona görə bilərlər. Necə biləcəklər? 4 ildir, bax 4 ildir özüm, heç kim. Yəni özüm baxıram hər şeylərin, hər şəraitlərini özüm edirəm. Axır zamanlar biraz işləmədim, qrizam var bölümü deyə biraz düşdüm çətindir. Məhəmməd, sən necə oxuyursan? 3-4-ə keçdim. Mələk, sən necə oxuyursan? Paltar razmerlərin özünüz təxmini bildiniz də. Şimdi yoldaşın nədən dünyasını dəyişib? Xərçək xəstəliyim. Çoxdan olub. 4 ildə, 25 yaş. Uşaqların gözü qabağında əriyib gedib. Çətindir. Ondan da elə özüm. Həm bunlara atalıq eləsən, həm analıq eləsən. Hər şeylər. Bu sənin. Abur-cubur alarsa yaxşı.